Qızlar, pijamanı hədiyyə verən xanım. Görün necə zövqlü, hədiyyənin içinə gül də qoyub. Yəni bunu hər qadın belə düşünməz də. İndi mən bunu qəşəng güldanma qoyacağam. Çox xoş oldu da. Əlcək almışam. Həm mətbəxdə lazım olur mənə əlcək, həm də ki saçımı rəngləyəndə zapasda istəyirəm saxlayım. Çünki neçə dəfə olub ki əlcək cırılıb, dırnaqlarım bərbad günə düşüb. Sonra şarab aldım. Saatlarda istifadə edirəm mən. Sonra qızlar marmelad almışam. Tuna balığı. Bunu Mehdi alıb. Streç. Makva firmasından. Burada yorğun göstərirəm. Yatmağımın vaxtıdır. Həmişə 10 dəqiqənin üstündə alıram. Hətta 20 dəqiqə olan daha keyfiyyətli sayılır. Görün bu necədir bu firma. Həmişə bundan almaq istəmişəm. Bounty'li. İyi yoxdur, amma yoxlayacağım. Sabahları çörəyin üzərində, səhər yeyəndə. Makfadan lazanya almışam. Biraz çəkilmiş qiymə ətim var. Hazırlayacağım yemək. Bu qədər bazarlığım budur. Aha, indi keçirik nəyə? Olivia açdım qızlar. Həmişə Amerika vlogerlərində, təmizlik vloglarında görürdüm bu pastanı. Yəni ki, çoxlarınız da görmüsünüz ki, universaldır, hər yerdə istifadə eləmək olar və şey kimidir bu. Palçıq kimidir deyəsən. Bu çox uzun müddət gedəcək. İçi belədir, çəhrayım. Bunun süngəri də var idi, amma süngəri çox bahaydı, almadım. Sonra bunu deyəsən 16 manat almışam. Bu yağ duşdan öncə istifadə olunur və duşda da yəni su vurursan köpüklənir. Belə bir şey dedilər, amma ki dərini qəşəng nəmləndirir. Ona görə dedim alam dənəm. Maraqlı gəldi. 16 manat idi deyəsən endirimə düşüb 9 manat almışam. Bilmirəm, yadımda deyil, çəki də atdım. Nəysə. Sonra bir dənə də belə bir duş geli almışam. Nəm salfet, Fairy'dən. Bundan bir dəfə almışdım, xoşuma gəldi. Ona görə ikinci dəfə yenə də bundan aldım. Elə bunu sabahları yoxlayacağım. Çox maraqlıdır. Sabah da çiməndə bundan da istifadə edəcəm. Mənə bu da maraqlı gəlir. Və ən qafətlər olsa, mən böyləməm. Uşaqlar bir dənə YouTube'a belə eləyin. Hay. Uşaqlar bizim arxamızda oturublar. Biz də mamaşalar burada oturmuşuq. Hamımız acımışıq. Amma mən hələ ki bunu sifariş elədim. Çünki axşam tərəfi gedib bir şey yeyərəm. Bu arada Suzanın dırnaqlarını çox bəyəndim. İminlə belə eləmək istəyirəm. Labu bu necəydi? Xoşunuza gəldi? Xoşuma gəldi. Xalitəni. Mənim də xoşuma gəldi. Bayaq gəzdirdim bunları. McDonald's'a da apardıq. O teatrdan çıxıb. Biraz elə orada da oynadılar. İndi də gedirik evə. Mən uşaqları düşürtdüm, gəldim Gənclik Mola. Və bunlardan ilk dəfə də dadacağım. Belə pizzalar. Papa John's'dayım. Rossmanndan biraz alış-veriş eləmişəm. Deməli bunu görəndə sırf qablaşmasını çox bəyəndim. Ona görə aldım. Yumşaldıcı geldi. Sonra Marvis'in diş belə macununu aldım. Bundan bir dəfə də almışam. Deyəsən bu seriyası deyildi. Hə, o tam gümüşü idi. Yəni hamı çox tərifləyirdi. Yəni o dərəcədə də tərifə layiq deyildi də. Yəni belə də, yəni orta pambıq disk. Sabun qabı. Bunu da Mehdi özünə daraq alıb. Soslepidən mətbəx üçün, yağlı yerləri təmizləmək üçündür. Tərifləyirlər, bilmirəm nə qədər yaxşıdır, yoxlayacağım. Bu isə antibakteriyal hamam otağı üçündür bu. Ən çox qaz peçi üçün almışam. Bu şeyləri əlbəttə ki yox. Hətta bunları heç yox. Yox, bir dənə buna. Burada isə bir bunları təmizləmək, bir də əsasda unitasın qabağını falan qıraqlarını təmizləmək üçün.
Qızlar, bu da ikinci pijamamdır. Bu biraz mənə üst hissəsi mənə biraz dardır. Əslində qolları falan yaxşıdır, ancaq bəlkə apardım bunu dəyişib bir ölçü böyük götürdüm. Çünki bu M-dir, bu isə S-dir. Yəni buradan belə aralı qalır. Yəni dəyişə bilərəm. Sadəcə olaraq bu bunun düyməsiz variantıdır. Bu da bir başqa cür yumuşaqdır. Bu fərqlidir ancaq bu materialı. Bu birazcık qalındır. İkisi də gözəldir də. Yəni çox bəyəndim mən bu ikisini də. Səhifəni də göstərim sizə. Deməli, Instagram səhifə baxın budur. Özümə yeni bir ətir almaq istəyirdim. Yeni çıxan ətirlərdən almaq istəyirdim ki, belə fərqli bir iyi olsun, amma sırf mənim iyim olsun. Neysə ki, getdim Adora və elə bir-iki ətirlərə baxanda gördüm ki, bir dənə təzə bir qablaşma və qızdan soruşdum, dedi ki, bu lap təzə gəlib 2-3 gündür. İyilədim, möhtəşəm bir iyi var. Əsl mənim iyim. Əslində bu son vaxtlar daha çox mən tünd qoxuları sevirəm. Həm tünd qoxuların iyi qalıcı olur, tünd ətri vuran insanlar mənə daha elegant gəlir. Ona görə elə bir mən də o tərzdə olduğum üçün son vaxtlar yəni tünd iyləri sevirəm. Amma bu mənim favori iylərimdəndir. Sanki elə bir vanil, yasəmən, bu tərzdə iyləri daha çox sevirəm. Ürəyim gedir belə vanil iylərindən ötürü, amma çox şirin yox. Hətta mən açıq iyləri də çox sevirəm, amma yəni favori iyim budur və mən bu iyi düşünürəm ki, bu iyi bəyənməyən olmaz. Qiyməti 388 manat idi, lakin mən 291 manata aldım. Qablaşmaya baxın. Həm şirindir, həm açıqdır, həm zərifdir. Yəni qəşəng bir ətirdir, çox bəyəndim. Vanil tamındadır. Yəni qəşəng ətirdir. Mən bu iyi çox bəyəndim. Qəşəngdir, xoşuma gəldi. Açıqdır, şirindir, amma eyni zamanda da belə elegant tiplərdəndir. Mən bəyəndim. Və mənə hədiyyələr verdilər orada. Dolce Gabbana'nın kofe qabından. Sonra micellar su Garnier'dən. Sizə bir məhsul göstərim. Tərkibində çoxlu belə şeylər var. Həm serumlardır da belə. Həm yəni biz məsəl üçün makyajdan öncə 1000 dənə şey istifadə edirik. Serum, kremlər falan, amma buna artıq ona ehtiyac yoxdur. Mən bunu bir neçə dəfədir ki, istifadə edirəm. O qədər razı qaldım ki, adətən elə olur ki, tələm-tələsik hamısından vururam. Serum, nə bilim, kremzat, biraz gözləyirəm ki, ara məsafə bir 5 dəqiqə falan gözləyirəm. Amma evdə olduğum gün ara-ara edirəm. 15 dəqiqədən bir edirəm. Bir serumu bir çəkirəm, sonra o birisinə keçirəm. Yəni ara fərqləri çox olur. Amma belə də, məsəl üçün, tələsik çəkəndə makyaj sifətə yaxşı oturmur. Amma bunu istifadə edəndən demək olar ki, o qədər gözəl makyaj sifətimdə oturur. Çox qəşəng qalır. Amma tək bununla da bağlı olmamalıdır. Yəni, bizim yuxumuz var burada. Bəzən olur ki, hər gün makyaj sifəti artıq götürmür makyajı. Belə bir problemləri yaşayıram. Amma bundan çox razı qalmışam. Bir neçə də istifadə elədim. Təzdən karabasdan qoydum. Baxın, belə L'Oreal'ın qarışıq nəmləndiricidir. Və mənə çoxlu belə probniklər verildi. Gucci Flora təzə çıxanlardan. Bugünlük bunlardır. İndi bir qəşəng tort almışam. Gəlin gedəyim. Mən qəşəng çayımı süzdüm. Serialımı qoyub baxacağım. Mən bunları bir açıb, hamısını qoyuram bura ki, əlimin altında olsun. Bunun iyini çox bəyənirəm. Bunu da burada
yer edeyim. Bura. Da bunun yanına. Burada ancaq eyni rənglərdir. Mən bunun bir zoğalı rəngini almışdım. İndi də bu ikinci növünü də açıb istifadə edəcəm. Ayda yuxum gəlir, özə çox yuxum gəlir. İstəyirəm amma göstərim sizə. Çünki sabahları mən bunu istifadə eləməliyəm, taxmalıyam. Tatam, qəsdən bir gözəl qolbağa almışam. 155 manat. Small'dan. Bilmirəm, siz bəyənəcəksiniz yoxsa yox. Mən bunu görən kimi dedim ki, bu mənim olacaq. Bunun gözəlliyinə baxın. Keyfiyyəti əla. Yəni qiymətə görə bilmirəm vallahi. Yəni amma mən çox bəyəndim də. Yəni bu pulu verdim ona. Görün necə gözəl qaldı əlimə. Of. Nə bilim, mən çox bəyəndim də bir sözlə. Mən həm ağ, həm də ki, belə qızılı rəng ikisini bir yerdə çox bəyənirəm. Bir neçə ilə sırqalarım da var. Çox yaraşır mənə. Oktyabr ayında. Yeni nəsə marojna istədim. Yəqin daha çox turşməzədir. Orbit saqqız, bir də ki, kəsməkli, bir də su. Mən bəyəndim. Qəşəndir, fərqlidir. Şkaltı da qəşən keyfiyyətlidir. Mən ilk dəfədir ki, çəhrayı rəngdə rumyanadan istifadə edirəm. Həmişə korичnevə eləyirdim də. Amma elə bir ki, mənim ya rəngimi boğurdu, ya bilmirəm necəsə. Bunu sanki yaraşdırdım özümə və sizlərdən də soruşmaq istəyirəm ki, siz necə yaraşdırdınızmı bunu mənə? Gedim çay içim. Evləri də təmizləmişəm. Bir dənə qəşəng. Belə bir şirniyyat almışam, kəsmikli, bunu yiyəcəm. Qızları bəzənmişəm, düzənmişəm. Video çəkəcəm və acıydım, getdim. 2 dənə qəşəng soba piraşkisi aldım ətlə. Əslində hazır marinatlanmış toyuğum var, amma onu bişirmək istəmirəm. Halım yoxdur. Və belə bir isti piraşki almışam. Marojnanın birini yemişəm. Mən də dedim ki, istəyirsən, verim sənə, dedim, sən yeyərsən. Mən yiyərəm, yaxşı, əla. Qəşəng vlog izləyəcəm. Çox qəşəngdir bu. Qızlar, Yusk'dan yenə də özümə 5 ilk almışam. Özümə deyərkən evə. Çünki özüm üçün yetəri qədər var. Mehdinin bəzi geyimləri çatmır, Mərvanki də var. Bəzi mən ümumiyyətlə istəyirəm ki, bütün köynəkləri bir-bir sərim. Üst-üstə istəmirəm keçirəm. Ona görə onun köynəklərinə çatmırdı, amma 2 dənə alım ki, qalsın. Əlavə olaraq birdən lazım da ola bilər. Yeni geyimlər də alırıq. Və bir də mən nə idi ayalı o adı? Bir servis almışdım. Deməli, onun artıq ikisini sındırmışam. Çox belə tez sınan da, bunu da sizə deyim. Elə bir belə dank deyir, sırazı qırılır. Keramikadır. Kütahya deyəsən firmasının idi. Bu da Yusk'dan eyni. Aha, baxın, bu Kütahya. Bir damcı bu hissələrində fərq var. Amma belə baxanda ölçüsü də eynidir. Heç belə fərq o qədər də bilinmir. İçərisi də nöqtəli. İndi bunu yiyorum təbii ki. İkisi qırılıb, ümumiyyətlə 4-lük servisdir. Birini almışam, dedim yoxlayım, yadımdan çıxar birdən fərq falan olar. Hər ehtiyatda birini aldım, birini də alacağım ki, tam olaraq dəstləşsin. Qızlar, Ador'dan kosmetik məhsullar almışam. Biri tuşdur. Orada istifadə elədim, Kalistarın tuşudur. Çox bəyəndim. Biri də Bayatdan. Bu lasyon sırf dəridə pudra effekti verir, yağlığı azaldır. Sırf yağlı dərilər üçündür. Satıcı bunu çox təriflədi. Bir neçə növləri var idi, hətta bir neçə firmalar var idi. Mən bildirdim ki, mənim dərim həssas və yağlı dəri olduğu üçün çox parıltılıdır. Və mənə bunu məsləhət gördü ki, Bayatın bu lasyonu sizin dərinizə çox gözəl
effekt verəcək. Mən də aldım. Burada qeyd olunub 37 manat. Artıq xatırlamıram neçəyə almışam. Çünki deyə bilərəm sizə ay neçəsi almışam. Bu arada nə qədər şeylər alıram, yığıram. Vaxtım olduqca videolarını çəkirəm. Ayın neçəsi? 14'ü. Sentyabrın 14'ü. Bugün oktyabrın 8'idir. Oktyabrın 8'i görün neçə gün keçib üzərindən. Hətta artıq bir neçə gündən sonra bir ay olacaq. Qiymətləri də sizə bildirim. Toplam 90 manat verdik, amma burada iradədə özünə bir ədəd bundan alıb. Kalistarın qiyməti neçədir? Amma indirim olunmalıydı axı bunlara. Deyəsən bunu 25% almışam indirimlə. Maskara. İkisi 64 manat. Amma bir gözəl maskaradır. Kiprikləri çox gözəl təbii effekt verir. Mən sevmirəm kukla kipriyi. İndi bir dənə bunu açacağım. Baxın. Kestinə. Belə. Bunun qiyməti 32 manat idi. Belə 2 məhsul almışam. Ümid edirəm ikisindən də razı qalaram. Bu arada mənim tuşum bitib. Civaş firmasının tuşlarıdır. Bunlar deyəsən Rossmanndan almışam. Hə, Rossmanndan. Çox bəyənirəm və bir də mənim sevimli tuşlarımdan biri də Maybelline bu rəngi. Çox qəşəngdir bu da. Bunlar artıq bitmək üzrədir. Hələ ki atmıram, tam bitsin sonra. Burada da hamısı demək olar ki eyni rəngdədir. Brizovo. Sən də xoş gəldin yeni tuşlarımın arasına. Elə bunu da çıxarım, bura qoyum. Mən uzun zamandır ki vitaminlərdən istifadə eləmirdim. Bir ara çox gözəl baxırdım da özümə. Artıq yeməyi qaydasına saldığım üçün düşündüm ki artıq bunları da vaxtı gəldi çatdı. Çünki çox ehtiyac var da, yəni bu vitaminlərə. Deməli, hələ ki nə almışam onu göstərim. İlk öncə ən vacib olan vitamin D. Sonra bu nə idi? Bu dəmirdir də deyəsən. Səhifədən hər tərəfli maraqlanmışam. Bu dəmirdir deyəsən və bu isə multivitamin qadınlar üçündür. Aha. 125 manat deyəsən bunlara pul verdim. Üçünü. 120. Və fikirləşirəm bayaqdan ki bunları hara qoysam yaxşıdır. Birdən yadımdan çıxar, ona görə göz önünə qoyacağım. Mən buranı da tez-tez açıram. Bu vitaminlərin bitsin, ondan sonra da keçəcəm omega yağına. Çünki dalbadal da hamısını istifadə eləmək istəmirəm. Mərva üçün də sifariş eləmişəm. Vitamin D-si var hələ, amma Mərvaya omega istəyirəm. Belə qızlar, artıq gecdir, gedim yatım, amma bir dənə istəyirəm. Bu bitsin. Neçə dəqiqə qalmışam? Of, 35 dəqiqə. Ona qədər qablarımı da yuyaram. Yəqin ki bitər. Yüzümdəki makyaja baxın da. Bugün saat 8-də durmuşam. Amma saat 11-dən bəzənmişəm. Qızlar, təsəvvür eləyin ki, gecə saat 2-yə işləyir, mənim makyajım hələ də üzümdədir. Gedim bunu da silim.